3 bal yazdılar. 3 bal yazdılar, yəni sürət həddi belə çox idi. Bəli. Protokolda yazılıb radarın göstəriciləri. Necə? Mənə gəlir ki, bu qabaqdan elə şey qaza var olar, ustazın məsələn sizə. Buyurun, buyurun. Bu yol polisi maşını gəldir qabaqdan. Gedə-gedə. Mənim öz vahizəmdir, olaraq elə düşmüşəm. Xəbər verir ki, bəs verir, sən adana düşdün. Deyirəm, sübut edeyim, amdaman ki, bəs balamız da balana düşdün. Yox, indi gəlin belə deyək də, onun avtomobilində xüsusi sürət ölçən cihaz var, o qarşıdan gələn avtomobilin, hətta qarşıda gedən avtomobilin sürətini ölçə bilər. Ölçə bilər, amma qarşıda gələn avtomobil demir, mənə sana başqa avtomobil saxib deyil. Yox, bildim. Deməli, bir dövlət yol polisinin əməkdaşı, əgər inzibati pozuntu baş verərsə, digər yol polisi əməkdaşına bu barədə məlumat verə bilər. Yəni, yol polisi sizə digər yerdən aldığı məlumat əsasında saxlaya bilər. Bəli, ixtiyarı var, saxlaya bilər. Amma əgər sizə xüsusi belə deyək də, ölçü vasitəsilə inzibati pozuntu olduğu iddia edilirsə, həmin ölçü vasitəsinin göstəriciləri protokola yazılmalıdır. Yəni, harada çəkilib, saat neçədə çəkilib, hansı müfəttiş tərəfindən çəkilib, onun kodu neçədir, yəni belə deyək də, bord kodu neçədir, onun da xüsusi sənədi olmalıdır radarın, yəni xüsusi standartlara cavab verilmiş və sınaqdan keçirilmiş xüsusi sənədi olmalıdır. O sənəd olmasa... Heç biri yox idi, heç biri yox idi. Yox, sizin hüququnuz var ki, tələb eləsi qardaş, zəhmət olsa radarın sənədini mənə göstərin. Deyək gözlə, gətirin. Gözlə də. Nəysə, bu rayona gedirəm də, çox sərdə. Yəni, sadəcə olaraq, belə deyək, vaxtım yoxdur və ya türkün sözü zamanım yoxdur dedikdə belə olacaq. Təşəkkür çox sağ zəngizə görə, minnətdarım. Buyurun da, bir sualınız. Deməli, 2 tərəfli yoldur, 2 tərəfli yol. Maşını ilə saxlayıb ki, maşını sorur ki, mən məcbur olub keçməyi xəstə ayıqladım. Mümkün deyil, deyil. Xəstə ayıqlamalıyım, qoşa xəstə. Mənə deyil, polis sən xəstə tələbini boz. Deyirəm, baxın, mənim ayrı keçməyə yerim yoxdur, mən neyim, bir maşını vurub keçərdim. Düz eləmir, inzibati xətalar haqqında məcəllədə göstərilib ki, inzibati xətaya o zaman, pozuntu zamanı o zaman protokol yazılmaya bilər və inzibati təmin olunmaya bilər ki, həmin o inzibati pozuntu heç kimin canına, malına, fiziki xüsusiyyətlərinə təsir etmir. Daha doğrusu, həmin vəziyyət sizin məsələdə tutaq ki, qəza şəraitinin yaradılmaması üçün edilir. Məsəl üçün də, həmin anda sizə... Maşın durur, o qaydanın fakt pozub da, öyle ki, mümkün deyil. Mən keçməzi məcbur xəstə ayıqlamağa. Onu sizə demir, mənə saxlayıb ki, sən xəstə ayıqlama. İnzibati xətalar məcəlləsinə görə dövlət yol polisinin əməkdaşı həmin o nəqliyyat vasitəsini oradan götürməli və sizin rahat həyat, belə deyək ki, gedib gəlişinizi təmin eləməlidir. Və buna görə sizə irad bildirməlidir ki, qardaş, maşını vuru keç. O düzgündür, çünki siz maşını vuranda artıq sürücülük hüququndan məhrum ediləcəydiniz. Yəni, protokola mən qol çəkmədim. Sizin protokola qol çəkməmək ixtiyarınız var, amma protokolda xüsusi qeyd yaza bilərsiniz ki, nəyə görə siz protokola qol çəkməlisiniz? Yazdım, qeyd elədim o. Qeyd elədiniz, aydın. Təşəkkür, çoxsan zəngizə görə. Minnətdaram. 448-1055-ə zəng edirsiniz, artıq biz hüquq məsləhətxanası açacağıq birazdan. 050-051 və 055 abunələri bizə qoşulun.